mənə bir laylay çal. Çox sevdalar çəkib başım, çox nəğməyə mən uyumuşam, daşdan daşa dəyib başım, bu nəğməni gec duymuşam. Ana, mənə bir laylay çal. Bir laylay çal dönüm azca, süt dişli ocağıma mən, bir laylay çal lap yavaşca, inanın bu nağla mən. Ana, mənə bir laylay çal. Necə muniz, necə yaxın, necə həzin imiş o səs. İllər keçib illərə baxın, ürəyimdən heç vaxt keçməz. Ana, mənə bir laylay çal. Bir laylay çal dönüm yenə, təmiz kövrək bir niyyətə. Bir laylay çal dönüm yenə, o çağdakı ülviyyətə. Ana, mənə bir laylay çal. Bir laylay çal yatsın hər yan, mən də mışıl-mışıl yatım. Süd ətrinə batsın hər yan, qoy dincəlsin kainatım. Ana, mənə bir laylay çal. Sürdüm ağır, miskin həyat, dərdsiz ötməz bir anım da. Hamı mənə olanda yad, səni gördüm tək yanımda. Ana, mənə bir laylay çal. Yalandır hər kədər, məlal, nalə çəkib ağı demək, laf nənimə çaldığım tək, tabutuma bir laylay çal, məzarıma bir laylay çal. Ana, mənə bir laylay çal. Çox sağ olun Şamil müəllim, çox sağ olun dedik. Keçmiş xatirələrə oyatdınız hamınız. Çox sağ olun hamınız. Keçən valideynlərə Allah rəhmət eləsin. Qalanlara hamısına Allah can sağlığı eləsin. Çox razıyam sizdən. Bu torpaq müqəddəs ocaqdır. Bu torpaq anadır. Bu torpaq ata. Məni də üstünə qaytaracaqdır. Üst tutsam haraya, getsəm hayam. Biz hara getsək, harada gəzsək, harada fırlansaq, yenə doğma torpağa qayıdır. Bu torpaq bizim and yerimizdir. Ayaq asılıb məqlədiyimiz, üstündə yıxılıb durduğumuz, çörəyini yediyimiz, saç yuxasının qoxusuna gəldiyimiz, təndir çörəyinin qoxusuna gəldiyimiz, analarımızın əlindən, ətəklərindən yapışdığımız torpaqdır bu. Bu vətən torpağıdır. Vətəni hər bir şair bir cür öyür. Abbas Səhət umum vətən obrazını yaratdı. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Ancaq bir var, sual həmişə deyilir, hardan başlanır vətən? Vətən ilk dəfə doğulduğumuz, ayaq astığımız, yıxılıb durduğumuz, iməklədiyimiz torpaqdan başlanır. Və bu torpağın hərarəti zərrə-zərrə bizim qanımıza hopur, iliyimizə hopur. Ata nəsiyyəti, baba nəsiyyəti, baba öyüdü hopur iliklərimizə, qanımıza. Və buradan biz pərvəriş tapırıq. Və nəhayət uzaqlarda olanda onun həsrəti ilə yanıb yaxılır. Və onun torpağının uzaqlarda olanda o nətər deyək, yalamaq istəyir adam. Məşhur səyyahlardan biri olub, Afanasın Kedin olub gərək ki, uzaq səyahətlərə həmişə gedəndən sonra, dəniz səyahətlərini gedirmişsə, sonra quru torpağa çıxandan sonra əyilib o torpağı iməşləyə-iməşləyə onu ötürmüş. Və vətən torpağı anlamı qürbətdə bilinir vətənin qədri. Və bizim də vətənə öz deməli, duyğularımız olmuşdur. Bu mövzuda çox yazılsa da, bizim də vətənə öz sözümüz olmuşdur. Oy bir ayağına döşənin vətən. Gələcək şeiri 6-cı sinif şagirdi Aygün Abdullayev. Qoy bir ayağına döşənin biraz, qoy bir nəfəsinə isinin vətən, sabahın vədinə inanmaq olmaz. Çən olub enişə, qoy enin vətən, öpüb yarpaq-yarpaq hər qarışından, gələndə həsrətin sonu
eşi görünsə də onu görünmür. Bir də olacağa kim çarə tapar? Mənim bu həsrətim araz boydadır. Sevinci dadmamış, kədər at çapır. Qoca təbiətdə bu nə qaydadır? Qərib durnaların qərib səsi var. Ey mənim ümidim, gümanım vətən. Sevinci dadmamış, sevincin kədərlə kəsişməsi var. Qoy bir də başına dolanın vətən. Qəzet həyatın aynasıdır. Yəni, həyatımızı qəzetsiz təsəvvür etmək olmaz. Bu günləri informasiya vasitələri çox genişdir, zəngindir. Nə inkişaflar olur son illərdə, xüsusən 21-ci əsrin əvvəllərində misli bərabəri olmayan texnoloji inkişaflar baş verir. Çox böyük inkişaflar. Vaxtı ilə bizim gənclik, 80-cı il, 70-ci illərin, 60-cı illərin gəncliyi, 70-ci illərin gəncliyi bir dənə radio tanıyırdı, bir dənə də televizoru Azərbaycan kanalı. İndi nə qədər televiziya kanalları var, nə qədər informasiya vasitələri var. Biz hər tərəfdən informasiya ilə əhatə olunmuşuq. Lakin bu informasiyanın içərisində baxmayaraq ki, bir var göz yaddaşı, bir də var ki, duyum, oxuyub, oxumaq yaddaşı. Bax, qəzeti heç nə əvəz eləyə bilməz, kitabı heç nə əvəz eləyə bilməz. Nə qədər internetdən oxusun da, nə qədər internetdən baxsan da müəyyən şəkillərə, yenə qəzetin yerini, kitabın yerini heç nə verə bilməz. Mən daha çox oxumağa üstünlük verirəm. Bəlkə mənim bu aldığım tərbiyə, gördüyüm tərbiyə ilə bağlıdır, yaşadığım mühitlə bağlıdır. Bizim nəsil belə olur. Daha çox kitab oxuyuruq biz. Və qəzet həyatın aynasıdır. Bizim Hacıqabul qəzetində çox sevindirici haldır. Balaca bir rayon olsa da belə özünün tarixi ənənələri olur. Vaxtı ilə neçə dəfə rayon olur. Öz tarixi əraziləri, tarixi etnosu, tarixi toponimləri, özünün məxsus ədəbi abidələri, mədəni abidələri olub bu torpağın. Çox sevindirici haldır. Bizim bu rayonumuzda 2 dənə qəzet nəşr olunur. Bunlardan biri Hacıqabul, 1991-ci ildə təzə Hacıqabul yenidən rayon olandan sonra fəaliyyətə başladı bu. Çox gözəl bir formatda fəaliyyətə başladı. İkinci qəzetimiz isə Mədəni İrs qəzetidir. Geniş formada çap olunur. Hadisələri çox gözəl əks elətdirir. Abidələr haqqında, tarixi şəxsiyyətlər haqqında, Hacıqabulun keçmişi, şəxsiyyətləri, qıraqda yaşayan şəxsiyyətlər haqqında öz əksini tapır. Çox böyük məlumatlar. Mən sağ olsunlar verirlər, gətirib yoldaşlara da verirəm və üstəlik deyirəm ki, tək burada elə bilməyin ki, bunu mən öz yazıma görə verirəm. Elə gözəl məlumatlar var burada ki, bizim rast olmadığımız, ensiklopediyadan alınan məlumatlar, ayrı-ayrı adamların deyimlərindən olur, xəritə, hətta Azərbaycanın xəritəsi. Bəli, qəzet həyatımızın aynasıdır. Hacıqabul qəzetinin özünün tarixi ənənələri vardır. Bizim də bu qəzetdə çoxlu yazılarımız, sağ olsunlar, işığızı görmüşdür. 90-cı illərdən başlayaraq məqalələrimiz, yazılarımız, bütün ziyalıların kürsüsü olmuşdur bu qəzet. Bu günləri bu qəzetin əməkdaşı, cəfakeş bir insan, hamımızın tanıdığı Nazim Fətxanoğlu bizim məclisdə iştirak edir. Çox sağ olsun. Uzun yolu qət eləyərək gəlib, bura Kamal müəllim də sağ olsun, gətirib bu yoldaşları. Nazim müəllimin ziyalı ailəsində anadan olub Nazim müəllim. Fətxan müəllim, Allah rəhmət eləsin. Çox gözəl bir ziyalı oldu, çox gözəl bir riyaziyyatçı oldu. Onun haqqında mən rəhmətlik Dadaş müəllimini işləmişəm vaxtında. Və sonralar da Gülabbas müəllimi təsdiq eləyər və sonralar da Mir Yusuf Mir Nəsiroğlunun Hacıqabuldan çıxan yollar kitabında bu barədə yazılıb. Çox gözəl məlumatlar yazılıb və deməli belədir ki, ağac kökdən su içər, bu ziyalı əyləşib burada. Onun da öz ürək sözləri var. Nazim müəllim, buyurun, söz sizindir. Çox sağ olun, müəllim. Mən həmişə uzun torpağına gələndə, Əmrah müəllim də qeydlədi, elə bir atamın inim bu torpaqdan alıram, baxmayaraq ki, Şamaxıya tabi olub buram, Şamaxı da Şirvanın gözüdür, Abbas Səhhətin yurdudur, Seyyid Əzim Şirvaninin yurdudur, Müzələklər Sabirin yurdudur. Mənim atam 1953-cü ildə Qeyr-Məzmə APini qutaranda birinci təyinatı Udlu kəndini aldı. 53-cü, 54-cü ildə bir il burada işləyib, sonra Navaxıya periyod alıb, Navaxı da bir işləyib. 55-ci ildə düz ömrünün axırına kimi, 84-cü ilin fevral ayına kimi Qazməmməd şəhər, Hacıqabul şəhər 5 nömrəli məktəbdə, indi hərbi şəhərcinin qarşısındakı
4 saylı məktəbdə 28 il sərasər fasiləsiz fizika riyaziyyat müəllimi olub. Güclü fizika riyaziyyat müəllimi olub, tələbkar müəllim olub. Yəni ki, mən bu yerləri həmişə ziyarət edəndə istəkli dostlarımın yanına gəlmək, Əmrah müəllimin, Maşada Ağaxanın, Valih müəllimin, digər dostlarımın yanına gələndə atamın da elə bir ruhunu ziyarət edirəm. Mən istərdim ki, şair Həmid Abbas deyib ki, şeirlə danışır sinəmdə ürək. Həmişə yaradıcı adamı məclisdə çox insanlar yormaq lazımdır, nağılçılığa meyilləmək lazımdır. Yaradıcı adamı öz misraları ilə yarlamaq lazımdır. Öz yazdığı şeirlə yarlamaq lazımdır. Məmməd İbn Yusuf müəllim mən xatirə gündə dedim ki, onun şeirlərindən danışın. Ay, küçədə salam verdim, nə bilim, çörə yeməyə getdim, Bakıya getdim. Onun öz şeirlərindən danışın. Onun hələ Əzan məclisində mən onun şeirini dedim, sənə güvəndiyim dağlar, belə ki, ey atalı günləri. Burada Əmrah müəllimi öz şeirindən danışmaq lazımdır. Əmrah müəllim kənd mühitində böyüyüb. Burada qeyd olundu. Əmrah müəllim sadə insandır, səmimi insandır. Böyəcə nataraz utancaq insandır. Şeirlərində də təbiilik üstünlük, səmimilik üstünlük təşkil. Mən onun burada nümunə olaraq bir şeirini deyəcəm. Qəfil baxışlarım. Qəfil baxışlarım ovladı məni, qəfil baxışların ovsuna döndü. Qəfil baxışların ovsuna döndü. Ürəyim onsuz da sevda məskəni bir qəfil baxışa sanki təşnə idi. Bir qəfil baxışa sanki təşnə idi. Düşdüm ovsundan mən dönə-dönə vüsal vəd edirdi o qəfil baxış. İlahi, göydən də yağış yerinə məhəbbət yağarmış, sevgi yağarmış. Qəfil küçələrdə gəldi üzə. Qəfil küçələrdə gəldi üzə. Qəfil rastlaşdıq biz hər axşam səhər. Düşündük. Bu sevgi gələr bəd gözəl. Düşündük. Söz edər ağlı göyçəklər. Nə qədər ürgüdür qəfil baxış. Gözlərin elə bir şehri çiçəkdir. Gür saçlar altından o kaman qaşır. Qəndəsi baxanı kür edəcəkdir. O qəfil baxışlar zərif kəpələk üstümə, qayıdıb üstümə qonarlı bir də. O zülmət gecədə işıq seyri tək, könlümdə, gözümdə yanarlı bir də. Demə ayrılıqmış görüşün sonu. Qayıtmaz o baxış heç vaxt, heç yerdə. Heç vaxt, heç yerdə. İndi mən həmişə görürəm onu, ötən gəncliyimlə xatirələrdə. Bəli, Əmrah müəllim çox səmimi poeziya sahibidir, güzel şeirlər yazır. Böyle bayağı Ölməz Məhəmməd Füzulidən o söz qəzəlini deyil, o ruhları oyatdı, insanları oyatdı. Bəli, söz hər şeyin, əgər Əmrah müəllim inciməsiydi, onun pərəstiş elədiyi şairlərdən biridir Məmməd Arazdır. Məmməd Arazdan bir nümunə olaraq burada bir şeir deyər. Ey daşlaşan, uzaqlaşan ulu babam, dünənimdən, bugünündən uzaqlaşan ulu babam, küləkləşən, dumanlaşan ruhumla sən, ayağa dur, səninliyəm. Səs getməyən, əl getməyən qədim tarix dərəsindən, səs ver mənim səsimə sən. Sənə gələn səndən ötən nəydi belə, səndən ötdü qardaşına dəydi belə. Bununla mı neçədə və ata-oğlu qardaş saçalandı, bir şəhərin 5 qardaşın xanlığına parçalandı. O zaman mı bitdi bizim dilimizin sənin mənim qavarda, o zaman mı bitdi bizim dilimizin har alsan damarda. Səninliyəm ulu babam, bu məsələ kimdi yazan, hansı soysuz atı idi, ataların imzasını çəkib ona mühür basan. Adınızı dastanlardan uğrayaram, ruhunuzu qıyma doğrayaram.
Qara Çoban, Dəli Domru, İlxan Eyvaz, Giziroğlu Mustafa bəy, əgər ki siz bu məsələ qol çəkdiniz, sonra hansınızsa xalqa gələn bir qəzadan öz başına yana əydi. O qəza bir topa bölüb Səttarxanın tufağına yaman dəydi. Məndən ötdü, sevincə bax, qeyrətə bax, məndən ötdü, bunu yazan xilqətə bax, qulağımdan gelmir bu səs. Zərbələri qardaşına, sirdaşına ötürən kəs elə bil ki, bax bu gecə qulağımın dibində də Xətainin süqutuna qəhqə çəkdi. Sonra səhərəcən başına 100 qədəh çəkdi. Bu qəhqəhin dalğasından, o məsliyin baş fırladan havasından qopan daşdır. Azərbaycan torpağında Araz boyda şırım açdı. Məndən ötdü, bunu dedi Şəki xanı, bunu dedi Bakı xanı, bunu dedi İbrahim xan, Fətəli xan, qəza ölsün məndən dedi, ötən kimi məndən dedi. Məndən dedi, bir ölkədə nə qədər xan onlar məndən deyən yerdə, sən olman nazar edəcəm. Səni səndən alıb belə 100 illərlə uyutdular, səni səndə əritdilər, səni də güddülər. Divə yolum öz dudumla, öz daşımla, öyey yolum, doğma ikiz qardaşımla, məndən ötdü deyənlərin qeyrətindən, namusunu deyənlərin qeyrətindən. Ey daşlasan, torpaqlaşan ulu babam, dünənimdən bugünümə uzaqlaşan ulu babam, ayaqadır. Dəfn etdiyim məsələnin baş daşına bir təəssüf qabiliyyəti yazıb yoldur. Məndən ötən sənə dəydi, səndən ötən mənə dəydi. Məndən səndən ötər dərbə, vətən sənə dəydi. Həm bizim yaradıcılığımızda, yaradıcılıq demək mümkündürsə, həm Üstad Məmməd Ayazın yaradıcılığından söylədiyiniz şeirlərə görə, xoş sözlərə görə sözdür. Həm təzə şey, həm də köhnə şey. Sözdən bəhs edilir zaman-zaman. Sözdən həmişə bəhs edilir. Saraylar, şan şöhrət keçməz qəlbimdən. Aza qani olan bir insanam mən. Vətən mehi olsun üstümə əsən. Vətən torpağıdır bu ömrümə yar. Məni o torpağın eşqi yaşadar. Çoxuna çox darlıq edər bu torpaq. Axırda hamıya məzar bu torpaq. Bircə gün mən düşsəm üstündən uzaq, olar başıma da bu gen dünyadar. Məni bu torpağın eşqi yaşadar. Qürbətdə bir günüm ül olub getməz. Sevgisi qanıma 100 dolub getməz. Orada izim itməz, zığırım itməz. Ölümdən sonra da bir həyat başlar. Mən o torpağın eşqi yaşadar. Sinəmə yoxşanın ətridir dəyən. Üstümə dağlardır kölgəsinəyən. Elə bil 1000 ildir buradayam mən. Bir gün uzaq düşsəm çəkər, çağırar. Mən o torpağın eşqi yaşadar. Anamdır, anamın anasıdır o. Ruhumun son yeri, yuvasıdır o. Ölümün, dirimin yərsidir o. Orada bir qərib ana qəbri var. Məni o torpağın eşqi yaşadar. Çox sağ olun. Mən torpağa düşəndənəm, iki daşın arasında. Bircə ovuc torpaq olsa, göyərərəm, sağlığımla böyüyərəm, ölümümlə böyüyərəm. Bu zirvənin bir qart daşı layla çalar mənə hər gün. Oyanaram, yuxlayaram, qucağında axşamların, səhərlərin. Mən torpağa düşəndənəm, nə baxcayam, nə gülşənəm. Bir yazağızı göyərəcəm bu vətənin torpağında. Bu torpağın bərəkəti, dildə dastan göyərdəcək o birdəni. Lap dünyanın sonunacan, yarpaq olub quruyacam. Toxum olub göyərəcəm, mən torpağa düşəndənəm, mən ölməzəm, bu torpaqda kim ölər ki, göyərməyə haqqı varsa. Çox sağ olun. Minnətdaram, hamıya təşəkkür edirəm. Qiymətli vaxtınızı alıb bugün burada əyləşmişsiniz. Nizami müəllim gözəl poeziya bilicisidir. Mən bədən tərbiyə müəllim olub. Çox gözəl ürəyi var Nizami müəllimin. O da bu məclisdə iştirak edir. Sağ olsun, bizə sayğısını bildirərək dəvətimizi qəbul edib gəlir. Nizami müəllim, təşəkkür edirəm sənə. Mənim yazılarımdan siz əzbər bilirsiniz. O çox
sevindirici haldır. Buyurun. Hürmetine biraderim, bugün bu mecliste beni davet ettiğin için sana özlerin teşekkürünü bildiriyorum. Burada yaşlı müəllimlər əyləşiblər, onlar təsdiq edərlər. Ən əvvəl bu məktəbə gələndə Əmrah müəllim orta məktəbin 10-cu sinifində. Və o şagird kimi məktəbin yığıncaqlarında öz kiçik şiirləri ilə müəllimlərin və şagirdlərin diqqətini cəlb edirdi. Elə bu arzu və bu istək orta məktəbi qutarandan sonra onu Gəncə Pedaqoji İnstitutuna apardı və o institutda qəbul oldu, Dil Ədəbiyyat Fakültəsinə. Və həmin institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra o geri öz doğma diyarına, Şorması Kənd Orta Məktəbinə müəllim kimi fəaliyyətə başladı. Hələ onun iş şeiri, mən biləli Azərbaycan Radiosunda tələb olarkən səslənir. Və onun şeirləri Azərbaycan Təbiəti jurnalında, Əzizə Cəfərzadənin Huduru toplusunda kimi dərc edildi. Yeni Şirvan, Hacıqabul qəzetlərində dərc edildi. Lakin Əmrah müəllim öz qələmi ilə bir daha poeziyanın, ədəbiyyatın dərinliklərinə başladı və bir sıra silsiləli şeirlər yazmağa başladı. Və onun şeirləri bugün bak karşınızda olduğu Vüsal Həsrəti kitabında cəmləndi və çapdan bırakıldı. Bir dəfə Əmrah müəllimlə həm söhbət olarkən o həmin bu kitab haqqında mənə arzularını bildirdi və həmin kitabı o mənə şəxsən öz imzası ilə təqdim etdi. Və mən bu kitabı evdə boş vaxtlarında vərəqləyərkən bir sıra silsiləli şeirlərlə tanış oldu. Bu kitabda bir çox şeirlər cəmlənir. Lakin mənim burada bir neçə şeir diqqətimi cəlb etdi. Bəzən qəfil gələn qəza qədərdə ömür belə getdi. Amma mənə bir laylasım və başqa şeirlər mənim, necə deyim, həyatımda müstəsna rol daşıdı. İcazə versəydiniz onun bir neçə şeirini mən burada, onun oxucusu kimi, yaxın dostu kimi deyərdim. Bəzən qəfil gələn qəza qədərdə sarsılır, inanmır yaşayan insan. Dağlanır ürəyi dərddən, kədərdən, nə qədər qəlbiki daşıyır insan. Elə əzə-əzə ucaldır ancaq, kədər qəm şübhədən çıxarır onu. And içir, bu dərdə tavlamayacaq, oğudur təsəlli bir səbir onu. Gör nə qədər dərdədir öyrəşir insan. Göz yaşı dərmanmış, göz yaşı həkim. Bütün yaraları sağaldır zaman ölənlə ölməyir dünyada heç. Həyat, sən nə qədər deməyəcəksən, dərdini oğudun məlhəm verirsən. Yandırıb, sarsıdıb bir ağır dərddən yenə yaşamağa ilham verirsən. Belə şeiri var onun. Ondan başqa ömür belə gəldi, getdi şeiri var. İzran mənə yoldaş oldu, zamanlıq bir simir yuxu. Daşıdığım laf daş oldu, ötüb getdi vaxtı çoxu. Ömür belə gəldi, getdi. Yarı dərddə, yarı qəmdə, uşaqlığa düşdü yarı. Ağlım kəsib dərk edəndə, gördüm daha olub yarı. Ömür belə gəldi, getdi. Bir sevdaya qurban verdim, süd qoxulu gəncliyimi. Baş kaldırıp bir de gördüm, güller üzerildi gibi. Ömür belə gəldi getdi. Akşam sabah yerə tələ, bu təkrarlar beni yordu. Qışı bol bol yazı xəsir, nadanlar da qəsdə durdu. Ömür belə gəldi getdi. Ötür mənhus qayğılarla, sevirdən çox bəsəmlə, budur sirli duyğularla, əzəl baxır gülə-gülə. Ömür belə gəldi getdi. Mənə düşmək vaxt ayından, çoxunu da dərslər alır, daha çıxıb ox yayından, günlər ötür, vaxt azalır, ömür belə gəldi getdi. Uydum dostun vəfasına, göz açmamış yaşım yarı, harda qopa, hardasına, ömür belə gəldi getdi. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.
və qısa bir alda mən rayon mədəniyyət şöbəsi adından, çünki Elnur müəllimlə söhbətləmişəm, təhsil şöbəsi adından, rayon ziyalıları adından bugün bu məclisin tərtibatında əziyyət çəkənlərin hamısına gələn qonaqlar adından da təşəkkür edirəm. Bu şairlərin gözəl şeir deməyi, çünki adətən şəhərdə bu kənd yerində bunu eləməyi, məktəbin direktorunun özünün əməyindən, onun özünə tərəfkarlığından, Əmrah müəllimin şəxsən yaradıcılığına hörmətindən, doğan birkidən bu ağsaqqalların gəlib burada müəllimin, yaşlı bir müəllimin ürəkdən şeir deməyi, gələn qonaqların şeir deməyi, hamısı mənim çox ürəyimiz oldu. Çox sağ olun deyirəm sizə ki, bunu təhsilləmişik. Qısa bir məlumat da verim, bu mədəniyyət qəzeti var, 7 ilə yaxın bunu təhsilləmişik. Bir var dövlət qəzeti, yəni dövlət özü məcburdur ki, abinə yazılan. Belə bir şey var da. Məsələn, deyək, Hacıqabul qəzeti, tutaq ki, xalq qəzeti falan, deyirlər, bu qədər qəzeti yazılmalıdır. Pul qoyurlar, plan qoyurlar. Bunu biz özümüz təhsilləmişik, Ədliyyə Nazirliyindən qeydiyyatdan getdik. Təhsilçi mənəm, pedaqoq Məhəmməd müəllimdir. Və burada da Hacıqabulumuzun tarixindən, keçmişindən, indisindən, görkəmli şəxsiyyətlərindən, tədbirindən yazılır. Yəni bu, heç kimdən məcburi, pul tutulmuyor bundan ötürü. Yəni kimsə kömək edir. Bu qəzet, mən sizə məlumat verim. Rayonun tarixindən yazsa da Hollandiyaya gedir. Orada Azərbaycan Cəmiyyətinin sədri Hacıqabuldandır. Avstraliyaya gedir. Orada mən internetlə yollayıram. Azərbaycan Cəmiyyətinin sədri Hacıqabuldandır. Türkiyənin Qaz şəhərində Universitetin Kimya Fakültəsinin dekanıdır Hacı Nəcəfov. Eyni zamanda Moskva şəhərinə gedir. Heydər Fonduna, Türkiyə səfirində müxtəlif yerlərə yayılır. Bakıda olan bütün universitetlərin hamısında bu qəzetə alırlar. Ona görə mən sizləri dəvət edirəm, bizim qəzetdə fəal iştirak edir. Bunda torpağımın Əmrahdan başqa Ergin Cəfərzadə var, onun da şeirləri burada dərc olunur. Yəni kimin sözü, şeirləri varsa biz verərik, tarix müəllimi oturub burada. Mən demişəm ki, mən özüm, o bir Əmrah müəllim qeyd kimi, Hacıqabulun Abidələr deyəli kitabım da mənə çıxıb, Maarif şöbəsində var, Zakir müəllim, burada deyilim. Kim istəsə gelib göstərə bilər, yazılı şəkildə də var. Sonra bir də deməli, orada Hacıqabul 18-ci soyqırım haqqında məlumatlar var. Götürüm şagirdlərə verirsiniz, yaxşı olar. Mən sizə çox sağ ol deyirəm, bütün təşkilatlara, əziyyət çəkənlərə, artıq 2 saatdan yuxarıda oturmuşum burada və çox sağ olun ki, belə bir gözəl tədbir. Bugün də bir gözəl bir gün yaşadım mən deyirəm. Sağ olun. Yenə sözdür həm təzə şey, həm də köhnə şey, sözdən bəhs edilir, zaman deyil. Zirvə şeirini deyəcək Həsən Uba Fidan. Geldi payız, bitti yazın mevrağı, çizgin, duman, qanat oldu zirvəyə. Böyüklüyün vəziyyəti dərinlik, vüqar durur, gedən yoldu zirvəyə. Kiçiklərin adətidir görünmək, bir kiçicik şöhrət ilə öyünmək, ürək kimi səssiz sonsuz döyünmək. Vərdiş oldu, dürür oldu zirvəyə. Təpəsini çiskin duman bürüdü, soyuq külək hey üstünə yeriydi. Sinəsində qarı, buzul qarıdı, dəli şimşək şırım saldı zirvəyə. Payız yanan əhvalını dəyişdi, sarasa da, soldursa da nə işdi? Ömrü boyu asimanla döyüşdü, zirvəyi elə qaldı zirvəyə. Mən bu yolda Əmrah müəllimə can sağlığım və uğurlar arzulayıram. Sağ olun. Minnətdaram, təşəkkür edirəm. Məclisimizdə söz demək istəyənlər, mən əminəm ki, ürəkdən söz demək istəyənlər çoxdur. Və burada çox gözəl bir ziyalımız, tarixçi, vətənimizin tarixini çox gözəl şəkildə tədris edən və ərazimizin tarixini gözəl şəkildə bilən və bunu işıqlandıran, ayrı-ayrı internet səhifələrində işıqlandıran gözəl ziyalılarımızdan biri olan Zakir müəllim əyləşmişdir. Zakir müəllim eyni zamanda poeziya həvəskarıdır. Poeziyanı ürəkdən sevir, poeziya onun həyatının bir hissəsidir. Qədri bilən, qiymət bilən bir ziyalıdır. Mən Zakir müəllimə söz verirəm. Çox sağ olun Əmrah müəllim, təşəkkür edirəm İzmirdə. Söz verəcək, bütün ürəyimdən keçən his və duyğuları ifadə edəcəm. Əvvəlcə şorbaçı kənd müəllimlərini, məktəb müəllimlərini salamlayıram. Şagird kollektivini salamlayıram. Qonaqlar, əziz dəyərli qonaqlar, sizi salamlayıram.
İlk növbədə Əmrah müəllim sizə özlərinin təşəkkürümüzü bildirir ki, bizlə dəvət etmiş. Kamal müəllimə özlərinin təşəkkürünü bildirirəm. Mən vallahi düz qapıya sürüm maşını ki, müəllim dəvət olur. Mən Şorbaçı məktəbi çox böyük müqəddəs bir məbəddir. Həqiqi mənada bu bölgədə xüsusi yeri olan, xüsusi çəkisi olan, özünün ənənələri ilə fərqlənən, təhsildə böyük müvəffəqiyyətləri olan bir məktəbdir, bir məbəddir. Bu məktəbdə gələrkən, həmişə gələrkən və yaxud harada olur olsun, bu məktəbdə işləmiş mərhum müəllimlərimiz, Karfey müəllimlərimiz olub. Allah rəhmət eləsin, Ələsən müəllimi mən xatırlayıram. Allah rəhmət eləsin, Səməd müəllimi xatırlayıram. Mənim sinif müəllim olduğu Xanbala müəllimi xatırlayıram həmişə. Məzahir müəllim çox böyük rəhməti var bu məktəbdə. Dadaş müəllimi mən həqiqi mənada çox gözəl müəllim olduğunu xatırlayıram. Yolçu müəllim gözəl müəllim olub, fədakar müəllim olub. Nüsrət müəllim olub ki, bizim məktəbdə də işləyir, burada da işləyir. İnşallah onların davamçıları da var, uşaqları işləyir. Bu günləri canlı bir Karfey müəllimimiz, fədakar, ömrünün mənalı həyatını, xoşbəxt həyatını, müəllim həyatını yaşamış Gülabbas müəllimi. Ürəkdən hamıza ona möhkəm can sağlıq. Təəssüf ki, o qərar var, elə qərarlar verildi ki, o, məsələn, o, deyək ki, o müəllim bir canlı orqanizm demək, belə demək, yaradıcı bir insan. Yəni, o, deyək ki, o şairlər qədər, yaxud da ki, deyək ki, bir rəssam qədər, bəstəkar qədər müəllim yaradıcıdır. Bu günləri ayrım qoyurlar ki... Kamilli dövrdə çıxarırlar ki... Bəli, canlı bir müəllim mərhum edirlər. Bir daha təşəkkür edirik Əmrah müəllimizə dəvət etdiyimizə görə. Əmrah müəllim haqqında çox danışmaq olar. Əmrah müəllim ilk növbədə gözəl bir müəllimdir, fədakar, xoşbəxt bir müəllimdir, mənalı bir yaradıcı həyat keçən müəllimdir. Onun həm gözəl dərs demək, tədris etmək qabiliyyəti var, bacarıqlar var, həm də ki, gözəl yetişdirmələr var ki, bu günlərin Respublikanın ali məktəbləri qutarır, hətta yaxşı, yaradıcı, məsələn, müəssisələrdə və yaxud digər idarəetmə orqanlarında işləyir. Bunu ilk növbədə qeyd etmək lazımdır. Müəllimin ən xoşbəxt elə cəhəti, o ömrü elə onun mənası ondan ibarətdir. O, məsələn, müəllim özünün deməli, intellektini verməklə, gözünün işini verməklə, ürəyinin yanğısını, çırpıntısını verməklə o sinifdə şairlərin oyalar bağlı gözlərindən xoşbəxtliyini tapır. Müəllimin də elə xoşbəxtliyi də ondan var. Əmrah müəllimin yaradıcılığı çox genişdir, çox cəhətlidir. Onun ədəbi yaradıcılığını oxuyanda mövzu əhatəsi genişdir, həm də motifi genişdir. Əsas birinci onun yaradıcılığının əsas qayəsi, əsas ana xətti vətən, torpaq təsvibkeşliyidir. Milli köklərə bağlanmaq, milli dəyərlərə üstünlük verməkdir. Onun yazılarını oxuyanda valla mən şeirləri deyirəm, bizim müəllimlər şeir deyəndə o qədər ləzzət var. Ancaq şeir əzbərləmə qabiliyyətim yoxdur. Ancaq oxuyanda ondan xüsusi zövq alır. Çünki o yazır, o təbii yazır, səmimi yazır, işdən gəlir. Və o təbii yazılar, səmimi yazılar, şeirlər həm məna yüklü olur, həm fəlsəfi tutumlu olur, həm də həyat tutumlu olur. Əmrah müəllimin yazılarında təbiət hadisələri, təbiət gözəllikləri, gözəl təsvir olunur. Həyat gözəllikləri, həyatın həm ziddiyyətləri də gözəl təsvir olunur. Və bu baxımdan da Əmrah müəllimin yaradıcılığı özünə məxsus xüsusiyyətləri var. Bədii təsvir vasitələri çox zəngindir. Və oxucunu özünə cəlb etmək bu yönündən də onun şeirlərinin
əsas qayəsini təşkil edir. Bir daha sizə böyük yaradıcılıq uğurları arzu edirik. Yaradıcı ruhunuz, yaradıcı ilhamınız, yaradıcı səsiniz, yaradıcı ürəyiniz, yaradıcı idrakiniz və təfəkkürünüz, əlləriniz var olsun. Yiyəcək Əmrah Ruslan. Xətayilər övladısan, Koroğlular nəslisən. Bugün vətən dar gündədir, harayına yetişsən. Bugün sənə arxalanıb, ağsaçlı ana vətən, intizarla gözləyərək hər an şanlı zəfəri, ey yurdumun xilaskarı, Azərbaycan əskəri. Bugün sənə tikilmişdi bir ölkənin nəzəri, yağıları yuvasında məğlub edib dön geri. Qoy dünyaya bəyam olsun qalibiyyət xəbəri, ey yurdumun xilaskarı, Azərbaycan əskəri. Nicat yox bizə heç yerdən, sənsən xalqın nicatı, qüdrətinlə əyməlisən sən o mənfur milləti. Döyüşlərə qalxmalısan, bəsdir daha son qəti, dildə dastan olmalıdır bu ordunun hünəri, ey yurdumun xilaskarı, Azərbaycan əskəri. Yadına sal Xocalını, o qanlı cinayəti, tüfənginə güllə ilə doldurub at nifrəti, damarında coşsun hər an ana vətən qeyrəti, vətən deyib, qeyrət deyib, bağrına bas səngəri, ey yurdumun xilaskarı, Azərbaycan əskəri. Tarixlərə həkk olunub millətimin şöhrəti, damarında qoy qaynasın Səttar xanın qeyrəti, Allah sənə bəxş eləsin Şah İsmail qüdrəti, hünərinə göz dikmişdi ulu Oğuz elləri, ey yurdumun xilaskarı, Azərbaycan əskəri. Akif bəli, çox sağ ol.